TikTok dolandırır. TikTok'a pul kimi niyə baxırsınız ki siz? O qədər bəzi yolcular oturur ki burada. Elə bilirsiniz ki, elə hamı elədir. Yox. TikTok'dan qabaqda bizim evimiz var idi da. TikTok qazanc yeri deyil ki sırf. TikTok'a qazanc kimi baxmaq olmaz ki. Mən oturandan köməyinə şüton gəlib ki, oturum mən deyim ki, mənə filan qədər gəldi, oturum hesablayım ki, sabah hara xərcləmək lazımdır. Yox, belə biz mənə də soruşmuşsunuz. Sizdə bir şey yoxdur, o qədər yolcular otururlar ki, burada ərimdən boşanmışam, atamdan uzaqlaşmışam, anam məni döyüb küçüyə atıb, nə bilim, axmaq-axmaq danışırlar, cəmaat da bulanın kartına pul atır. Cəmaat öyrəşib ki, TikTok'da kim canını açırsa deməli ehtiyacı var deyəni açır. Amma o deyil də. Bizimkilər bəziləri yaxşılardan irağa bu günə qoyub bu TikTok'u. Mən canını açandan nə vaxt dedim ki, uşağımın filan şeyə ehtiyacı var, özümün filan şeyə ehtiyacı. İnan Allaha, bax indi sabah süsəyə geçəyəm də, indi benzin nasosunu zadın 100 duracam, bir 200 manata qədər pul olacaq. Mənim yerimə başqa TikToker geçirik ki, bir reklamla olar eləyək. Mənim o sifətim yoxdur cəmaata deyim, gəl reklamla eləyək. Can, Naxçıvanlıları salamlayıram. Öpürəm səni Günəş. Canımsan, var ol. Çox sağ ol, Allah sizi qorusun. Təşəkkür eləyirəm. Yox, olmaz. Hamının ailəsi var. Şu cəmaatı da vadar eləyək ki, canını açın, siz də başlayın. TikTok'a, TikTok'da yaxşı pul qazancırsınız. Millət atır. Buranı yolçuxana eləyib qoyublar. Sizə 2022-dən danışım, onda bura belə deyir idi. 2022-də, 23-də belə deyildi. Semka yayın açırdı, Nəsib açırdı, mən açırdım. Onda biz demirdik, acından ölürük, maşımızın krediti gəlir, anamızın dərmanın pulu, uşağımızın məktəb paltarları. 2023-dən sonra xaraba qoydular buranı. Uşaqlarına Nurafeni buran pulu ilə alırlar, benzinlərini buran pulu ilə doldururlar. Benzinimiz qutardı, katlarına sırası. Ona görə insanlar da elə bilir ki, canını açanlar açırsın ki, dilənçilik eləsin. Pis baxırlar. O axmaqlara görə qıraqdakilara da pis baxırlar. Mən həmişə açıb söhbət eləməyimə lazımdır mənim cəmaata nəsə deyim. Hamının öz dərdi problemi, o qədər adamın problemi var ki. Bir dənə problemini mən də öyrəm ki. 22-də, 23-də lap buram püskünə qoydular. Amma pul atırlar. Mənim kartıma pul da atıblar, mənə hədiyyə da atıblar. Amma mən həmin insanlara həyatı boyu mənim kartıma pul atandan sonra heç vaxt deməmişəm ki, mənim filan şeyə ehtiyacım var, yazım ona atım, heç vaxt. Heç vaxt. Xaricdən elə xanımlar olur ki, məndən nömrə istəyiblə vermişəm, danışmışıq. Bir dənə ad soyadımı deyil. Nə bilim, o Karoladır, nədir, onunla mənə pul göndəriblər hardansa. Amma mən ona deməmişəm, mənim kartıma ehtiyacım var, uşağımın filan şeyi yoxdur, nə bilim. Raul üçün atıram, ona bir dənə maşın al. Nə bilim, demişəm, ehtiyacım yoxdur, lazım deyil. Yox, heç canlıda o maşın istədi. Dedim, valla maşınlar var, çəkirəm, atıram ki, bu qədər maşınlar var. O özün kişiliyə qoyur. Adam görən kimi nəsə istəyir də, gözü doymur. Lazım deyil. Görsən ki, yox, elə dirənir, kartı verirəm, atır, deyəm, çox sağ. Ay sonra da bir pulum olmazsa yığım onu, xalım. Mənə bir kartıma pul atarsınız. Biraz problem, o üst sifətim yoxdur mənim. Nə dostlarıma yığaram, nə kiməsə heç vaxt. Həyatımı, əlimin telefonunu sataram, mən kiməsə zəng eləmərəm ki, mənə kömək eləyərsən. Çünki insanlar o qədər yaxşılarından İraq, o qədər murdallaşıblar ki, kiməsə qəlbən deyirsən ki, mənim nəyəsə ehtiyacım var. Öz dostlarımı deyirəm, canlı yayında olsa biabırçılıqdır. Özlərinə çox az hörmət eləyirlər. Xəstələr başqa bir şeydir. Xəstələrin ehtiyacları var. Xəstələri var, övladları var, buradan pozitiv. Amma benzin üçün, paltar üçün, Nurafen üçün, kofte üçün, yemək üçün, ərzaq üçün bu biabırçılıqdır. Onu demək istəyirəm ki, o dostlara, çevrəyə heç vaxt adam ağız açmağa dəymez. Sabahsı günü səni o şeylə vururlar. Sən ona qəlbən yaxınlaşırsan ki, dostundur da, bildin. Amma o səni nə vaxtsa yadında saxlayır ki, haradasa dedi ki, mən ona əl tutmuşam, neynəmişəm. O sözləri işitməyim deyənəm, heç vaxt üç kimi yığım, nə heç istəmərəm. Heç vaxt, mənim çevrəmdəkilər məndən, necə deyim, ağıllıdırlar bəyəm. Yoxsa mən onlardan aşağıyam. Niyə görə haradasa gəlib məndən danışsınlar ki, xeyr ola?
Qınamayaq məsləhətinə şükür. TikTok yolçuxanadır. Yolçuxana eliblər buranı. Yox. Nəyə qınamayım ki? Nəyə qınamayım? Bizim bir tanıdığımız ailə var idi. Adını çəkmək istəmirəm. Xanım üzünü bağlayırdı, küçə süpürürdü. Qızını oxutdurdu, qızını həkim elədi. Küçə süpürməklə tək qadın. Balaca həyətində kirayə evlər düzəltdi. O kirayə pul... Ay bala! O kirayə pulu ilə o qızını oxutdu. Oğlunu oxutdu. Handabır universitetlərdə oxutdurdu onları. Savadlı uşaq elədi. O üzünü gözünü süpürgəçili ilə bağlayıb. Onda TikTok var idi bəyəm, uşaq saxlayırdılar. Oxuyan qızı olub, ana yox. Yox, nə dəxli var? Nə danışsan sən al, yaxşı qılıb. Hiç danışmıyor. Vallahi bizim tanıdığımız adam da Allah'a andolsun. Mən yəni onu qadını tanıyıram. 2 dənə ağıllı, kəmallı, o qədər tərbiyəli övlad böyüdüb ki, maşallah, maşallah. Qızı həkimdir, qanacaqlı, mərifətli. Ana səhər 6-da gedirdi, axşam 6-da gəlirdi. Elə. Baş aşağı qız, baş aşağı gedirdi, baş aşağı gəlirdi. İndi bir dənə söz deyirsə, atası yox idi da ona görə pozuldu. Anası yox idi da ona görə. Bu öz qanında var bunun. Ana ata neynəsini bunun? Özü axmaqdır. Süpürgəçiliylə ev almaq olur, yoldaşından qalmışdı ev. Mən sənə ay axmaq dedim bəyəm, süpürgəçiliylə ev alıb. Dedim, əri yox idi, evi var idi, balaca kömalar düzəltmişdi, oranı kirayə verirdi onları. 3 dənə tələbəyə, 3 dənə oğlana, hərəsindən nə qədər yığırdı, qızını oxutdururdu, o süpürgəçiliklə yeməklərini, içməklərini aldı, heç kimin qapısına gedmirdi, qoy məqrəbəninki, filan şey mən üçün elə, filan şey mən üçün elə. Özü tək tənha. İndi də uşaqları ağıllı, kəmallı, maşallah, tərbiyəli. Nəvələri var indi həmən xanımın. Ağıllı. Onda TikTok var. Hə, olmaz. Qışqırma. İldırım Pramı süpürüb öldürəcək. Süpürgəçinin qızı da oxuyur. Niyə oxumur ki? Süpürgəçinin qızı, sən kimin qızısan ki oxumusan? Niyə oxumasın ki? Sən kimin qızısan ki? Sən nəslindəkilər kimlərdir ki? Axmaq danışırsan, süpürgəçinin qızı da oxuyur. Yox, sən oxuyursan. Belə cəmiyyəti püskünə qoyursunuz da. Uşaqlarınızı da belə tərbiyəsiz kimi göndərirsiniz məktəbə. Məktəbdə də uşaqlarımız, kiminsə uşağının krasovkası biraz çırıq olanda, o hamını yığır, deyir, onun krasovkası çırıqdır. Çünki axmaq ana uşağıdır axı. O axmaq ana uşağı olmasa, gedər evdə anasına birinci deyər. O ananın qəlbində əli rəhmi olarsa, o valideynlər komitəsi var ha. Yaxşılarından, o yaltaqlar komitəsi var. Yaxşılarından iraq. O yığılırlar başqa şeylər üçün. Bir dəfə də o uşağın ayaqqabısı üçün yığılarlar. Bildin? Cəmiyyətə elə uşaqlar yetişdirmək lazımdır. Sual vermədi, dedi. Bəli, oxuyur. Niyə oxumur ki? Siz kimin uşağısınız ki, oxuyub ortalığa çıxmırsınız? Niyə olan uşaqlar oxumur ki? Elə gözəl oxuyur ki. Rayonda bizim elə rayonlarımız, elə bölgələrimiz var ki, dağda, kəsəydə yaşayırlar, zulumla. Cipsi nədir bilmir. Bahalı şokolad görməyib, şəkər buranı bayramdan bayrama görüb bəlkə də, kolanı bayramda görüb. 600-700 balla gəlir Bakıda prezident təqaüdü alır. Niyə? Sizin bəziləriniz uşağı Nesquiklə içimən deyil, gələ. Raul 2 il hazırlığa getdi, qoyunun dalayağıdır o. 2 il Raul hazırlığa getdi, 62 ilə 72 ayıra bilmir o. 2 il. Hər şeyin ən yaxşısını yiyir, gözünə təpir. TV kız alır anam üçün. Bu boydasına 15 manat pul verir 7 dənəsinə. O 7 dənəni yiyirlər. Demirlər ha səhərə qalsın, yiyirlər. O quş şokolatı var, bu quşulda nədir? Bunu bilirsən necə yiyirlər? Şəkər bura alıb arvad 10 dənə, 2 dənə qalıb, 8-ini hop belədi, yedi qutardı, nə olsun? Nə olsun, gəl sən bunun təhsilindən danır, 0 heç nə bilmir. Mən oxutdurmuram onu. Nənəsi ilə mən müəllimə küçələrində qalmışıq. 1 il o müəlliməni tapırıq, 6 ay bu müəlliməni tapırıq.
Səhər nənəsi aparır, mən gətirirəm, mən aparıram, o gətirir. Ən yaxşı paltarları giyinir. Xeyirlədir ki, yoxmur ki, qabında yoxdur. İndi birazdan canlını bağlayım, əsəblərini korana dərs öyrədəcəyim onu. Deyəcəksən 30 böyüdü, 20 oturur hesablayır. Bir 10 dəqiqə oturur fikirləşir. Deyirəm, atam sıfırları beynindən çıxart. 3 böyüdü, 2. Hansı çoxdur? Bu hələ fikirləşir. Az yoxdur da qabında, yoxdur. Yoxdur bu uşaqda içinə. Küçüyə atırsan elə bir pulu. Bizdə oyuncaq yoxdur bizdən nənə. Sən də görürsən satır. Süpürgəçinin qızı oxuyur. Bacı, sən axmaqsan. Sən çox axmaq qadınsan. Sakit ya. Mən hələ salmırsan, Sənə bir söz deyim. Ola bilsin sən hansısa bir yaxşı bir pullu bir oğlanın arvadısan. Ola bilsin hansısa pullu kişinin qızısan. Həyatı bilmək olmaz. Gözünü açarsan, yumarsan nə vaxtda. Bir də görərsən ki, Allah sənə verdiyi bütün nemətləri səndən alıb. İşə səni heç süpürgəçiliyə yox ha, heç o bizon yığmağa var ha, onu da sənə qadağa qoyarlar. Sən divarları belə-belə qaşıyıb o əhəngləri yeyərsən. Axmaq. At onu ömürlük bloka. Eşitirsən, Aygün? Mən sən kimi səviyyəsiz qadınlardan heç vaxtı ağız daşımıram. Bloka. Mən heç kimə yuxarıdan aşağı baxan insanları sevmirəm. Attım bloka. Attım bloka. Gözlər. Geçsin. Qoy rədd olsun. Axmaq. Axmaq da rədd elədim onu, rədd olsun. Kimdir o? Siz uşaqlar. Fikir verməyin. Sən qoy rədd olsun. Mənim qızım məktəbə girməmişdən qabaq qapçını gedir, öpür, sonra gedir, girir. Topruş bir dənə qapçımız vardı bizim İsraildə. Mənim qızım gedir, onu öpür. Məktəbin dostusu deyirlər də, uşaqlar bilir, rəhbərliyi də orada deyən. Gedir, onu qucaqlayır. Da qapçılarla hamısı ilə görüşür, sonra gedir sinifə girir. İnsan gələ birinci sadəliyini qorusun. Yoxsa, ay bunun ayaqqabısı belədir, bunun giyimi belədir. O günlər bir padruqam var, belə eləyir mənə. Filan kəs gələcək, qız bizdən oturacaq. İndi o qız məni bir ay deyil içməyə tanıyır da. Çeri tanış olmuşuq, dost olmuşuq. Bir yer var, gedirik orada oturmağa, çay içməyə. Deyir padruqam, bir dəqiqə, çıx da keç içəri. Keç içəri. Keç içəri. Keç içəri. Hə, qız mənə deyir ki, padruqam da gələcək də. Deyirəm ki, şeydir də. Hə, gəlsin. Belə ayısızı biraz kasıb giyinir də, imkansız qız deyir. Amma çox yaxşı qızdır. Deyirəm, niyə elə deyirsən ki? Ona sözdür mənə deyirsən. Deyir, birdən utanar söylüyor. Deyirəm, sən xəstəsən, axmaqsan, sən ona söz deyirsən. O nə deməkdir ki? Olmaz, elə şeylər olmaz. Mən elə şeylər xoşlamıram heç vaxt. Ağlayıram elə şeylər olanda. Bugünləri bir dənə kişi var idi, yaşlı bir dənə kişi. İnan Allaha. Kişinin davlenisi qalxmışdı, bilmirəm, şəkəri qalxmışdı. Məktəbin qapısından girə bilmirdi. Nəvəsi də dedi ki, başım fıranı yıxılıram. Git bacımı gətir. Tutmuşam onun əlindən, dayanmışam orada. Deyirəm, ay kişi, getmədə hələ, qoy oğlan getsin. Deyir, yox, birdən gedər azar. Deyirəm, bəs sizdən mən narahatam axı. Hə, yazıq kişi. Bəlkə də qızı işləyir, qızı ayrılıb işləyir, bu nəvələrini aparır, gətirir. İnsandır da, heç kimi yuxarıdan aşağı baxmaq olmaz axı. Hə, yox, sənə bir işlə. Ekran üçün demirəm, mən hamı bilir. Mən ekranı işləsəydim, elə şeylər var ki, adam tutaram, deyərəm bir dənə səhifə aç, mən kimə nə indirəm, sən Allah çək. O səvələ bir hamilə qızdı, ipləri çıxıb, küçənin ortasında düşmüşəm dalıcı, ay bacı da taxıb narışdı ki, qarnı da burnuna deyir, ay bacı gedir.
Hele bir dənə belə elədi, bir də gördüm bir dənə tiksin. Dedim indi doğulacaq qalacaq üstümə. Deyəcək, kamerada zaten göstərəcək. Mən buna əl vurdum, burada suyu gəldi, doğdu, öldürəcəklər məni. Dedim ay bacı, iplərin özündən qabaq gedib bir dəqiqə deyən. Deyir qarnımdan deyir dura bilmirəm, axı ərim bağlayıb ipləri. Dedim bir dəqiqə deyə ipləri bağlayım da. Bu andırı da taxmısan, qoymusan mahnını gedirsən. İplərini bağladım, getdim. Onu da çekip paylaşardım ki, hamilə qızın tuzu sadəlik elədi, ipini bağladım. O kadar axmaq elə adamlar var ki, səhifə açır eləyir. Az narış ki, taxıb gedir. Az bir diyan da. Diyan da bir. Dərsləri atım. Hə. Uşaqlar bir dəqiqə Diyanur Rəhmənin dərslərini atım.